Salam dəyərli izləyicilər, burada verilir ki, xəritədə rəqəmlərlə verilən şəhərlərin 13-cü illiyə aid olan tarixinə aid olan xüsusiyyəti ümumi cəhətləri müəyyən edin. 2-də Gəncə verilib, deməli 1 verilib, 1 Təbriz, 3 Marağa şəhərləridir. Bunlara aid olan ortaq cəhət Şirvanşahlar dövlətinin ərazisinə daxil edilər. Xeyr, Şirvanşahlar ərazisinə daxil deyildi. Hülakülər dövlətinin paytaxtı olmuşdur. Gəncə Hülakülər dövlətinin paytaxtı olmayıb. Salarilər dövlətinin paytaxtı olmuşdur. Xeyr, yenə də doğru deyil. Monqolların ikinci yürüşü zamanı işğal edilmişlər. Doğrudur. Monqolların ilk yürüşü zamanı əhalisinin xərac verərək dağıntılarından xilas olmuşlar. Bunu biz Marağa şəhərinə aid götürmək olmaz. Burada ikinci yürüşü zamanı işğal edilmişdilər. Doğru cavabımız D variantı uyğun olacaq. D variantı doğrudur. Növbəti sualda Qaraqoyunlu və Osmanlı dövlətinin ümumi cəhətini soruşur. Hökmdarın yanında qanunverici deyildi, məşvərətçi idi. Teymurilərlə mübarizə aparması, müharibə aparması. Qaraqoyunlular Teymurilərlə müharibə aparıb, Osmanlıda aparıb, hər ikisi aparıb. Məsələn, Teymurilərlə Osmanlı arasında Ankara döyüşü, Qaraqoyunlularla Teymurilər arasında Alaşkert döyüşü. Ağqoyunlularla müharibə aparması, Qaraqoyunlular deməli Osmanlı dövləti hər ikisi Ağqoyunlularla müharibə aparıb. Doğrudur. Dövlətdə baş vəzirin ikinci şəxs sayılması xeyr, yanlışdır. Məsələn, Qaraqoyunlarda Əmir Əli Umara idi. Deməli 2 ilə 3 doğru cavabımız D variantında verilmişdir.